Bax belə bir gözəl suala gəldik. Hansı nöqtə çəkmiş toxunanın bucaq əmsalı -1/2-dir? Bilmirəm, indi sizlə mən bunu düşünəcəm, düşünməmişəm. Əvvəllər yazmışam, açıq deyim, belə suallar çox yazmışam. Amma indi müəyyən müddət keçib, gəlin bir yerdə düşünək. Görək nə deyir? X mənfiymiş. X mənfidirsə törəmə ilə də yaza bilərsən əslində. X-i mənfi verməyinin məqsədi nədir? Siz buradan y kvadratı bərabərdir 45 çıxılsın x kvadratı yazırsan, buradan kök alanda müsbətdir, mənfidir. Nə biləcək bəs? Bunun həndəsi yanaşaq, yoxsa riyazi yanaşaq? Toxunanın bucaq əmsalı nə idi? F törəmə x 0. Yəni törəməsi x0-dakı qiyməti y-in -1/2 imiş. Şəkil ələ qalsın. Bununla nə edə bilərik? Kök alsaq, müsbətlə götürsək, bunun törəməsi nəyi verəcək bizə? 2 dənə bu, törəməni tapdım. Bölünsün 2 bu. Bildizdə nə elədim? Kök ifadəyə görə törəmə tapdım. İndi bu nəyə bərabərmiş? -1/2. X mənfi olanda bu ödənməz. Niyə ödənməz sizcə? Siz deyin. Çünki bu mənfi ilə getdi. Məxrəc də müsbət. Bu olmaz axı. Deməli, burada mənfi vardı. Elə bil ki, belə ayırmışıq. İndi bunu həll eləyəndə 45 çıx x kvadratımız olur 4x kvadratı, 5x kvadratımız 45, x kvadratımız 9, x olur -3. Əslində onun işarəsinin çox da önəmi yoxmuş. İndi x-ə -3 verin, gəlin y-i tapın, o da olacaq nə? Y də mənfi idi. Y də mənfi idi. Niyə? Önəmi varmış. Anladıq mı? Axı ondan 2 dənə kök almaq olar. Bəs yaxşı, indi bunu həndəsi necə araşdırmaq olar? Müəllimlər, burada 2 cür kök alırdıq. Müsbəti bizə verilən x-ə görə bəs etmədi. Mənfisi ilə getdik. Şimdi x mənfi olanda qabaqda da mənfi var, olacaq nə? Elə. Yaxşı, şimdi gəlin, nə ilə gedək? Bunu baxaq hələ. Koordinat başlanğıcından keçən bu çevrədə də bilirsiniz. Radius nə qədərdir? X kvadrat plus y kvadrat nəyə bərabərdir burada? R kvadratına. Çevrənin tənliyi. R kvadratı 45 olduğuna görə 9 vur 5, 3 kök 5 edir. İndi deyir ki, əyrisinə hansı nöqtədə çəkilən toxunanın bucaq əmsalı -1/2 olar? Necə bunu araşdıraq? Bunu necə araşdıraq? Tutaq ki, bu -1/2-dirsə, bu nə edir? Bu azala-azala gedir. Bu azala-azala edir. Buradan da çəkmək olar, buradan da çəkmək olar. Tutaq ki, bu buradan çəkilib. X mənfi daxil deyir. Buradan çəkiləndə -1/2. Burada nə qura bilərik? Və getdiniz imtahana düşdü, düşünməlisiniz. Nə qura bilərsiniz? Buradan bura nə var? 90 dərəcə var. Burada radiusdur. 3 kök altında 5'dir. Sonra burada -1/2'ye görə də 1. Yəni bu belə bir şeydir də. Y bərabərdir -1/2 x plus b kimi bir şeydir. Yaxşı, bura alfa desəm. Bura beta desəm. Bura nə olur? Alfa, bura nə olur? Beta. Burada toxunur. Biz bu nöqtənin koordinatını tapmalıyıq. Tangens -1/2 imiş. Bu nöqtənin koordinatını tapmalısan. Bu nöqtənin koordinatını tapmaq üçün buradan bura nə etməliyəm? Hündürlüyü çəkməməliyəm. Maraqlı sualda müəllimlər, diqqətli olun. Axı üfüqi və şaquli gedən xətlərə fikir verirəm axı.
İndi gəlir burada alfa olur. Tanyens alfamız mənfi 1 bölü 2 idi də. Yəni 1 bölü 2 idi. Onda biz tanyens 1 bölünsün 2-dirsə, tanyens necə tapılır? Qarşıdakı katetin, bax elə bir bura deyirəm. Bitki katetin nisbətə. Buradan 5a kvadratı nəyə bərabər olur? Gözəlliyə baxın. Onda nəyə bərabər olur? 9a kvadrat. A olur, mənfi müsbət 3. A-ya da axı sol tərəfdədir. A-ya deməli mənfi 3 verəndə y-də nə olur? Mənfi 6. Bir də deyim bunu. Bəli, müəllim, zəhmət olmasın. Qəşəng üsuldur ha. Baxın. Bu koordinat başlanğıcından keçən çevrədir. Ha belə. Eyb yoxdur. Biraz balaca çəkək ki, ədəlandıraq. Bu belə. İndi bizə nə deyir? X mənfi tərəfdən buna neyiniyib? Azal özdə K-da nədir deyir? Mənfi 1 bölünsün 2x plus hər hansı bir S şəklindədir də toxunan. Bu azala gedir. Çünki K mənfidir. Və deyir X mənfi tərəfdən toxunan çəkir. Buna görə hardan çəkə bilər? Buradan da sanki. Elə deyilmi? Və belə. İndi burada nə var görürsünüz? Qaradığımı siləcəm. Düzbucaq, üçbucaq. Və bunun alfası, tanyens alfası. Əslində buradır. Bu tərəfindən nə olur? Müsbət. Yəni orada tanyens bura bir alfa desək 1 bölünsün 2-dir. Çünki iti bucaq təsvir edirik. Amma toxunduğun nöqtənin bu toxunduğun nöqtənin x və y lazımdır. Bax buranın. Ona görə mən də çevrədə öyrəndiyimi nə edirəm? Toxunan nöqtə ilə birləşdirən mərkəzinə bura nə yazıram? Perpendikulyar. Və radius 3/5-dir. İndi bax burada bir düzbucaqlı üçbucağınız var. Buranın koordinatını tapmalısınız. Buranın koordinatını hansı biclə tapırdıq? Enirdik bura. Şagül üfüqü söhbəti. X və Y-i təyin edirdik. İndi ora alfa olanda bura betadır. Onda burada nədir alfadır? Sonra tanyens. Qarşıdakı katetin bura n deyim. Bitki katetin nisbəti. Orada müsbət götürməliyim. İti bucağıdır. Onda buradan nə alıram n-i? 3. Amma buradan aldım. Amma hardadır? 3-cü rübdədir görürsünüz. 3-cü rübdə olanda x mənfidir, y də mənfi. Süper. Anladın? Bəli. Riyazi üsul mənbəsində sizə dedik.